Salam uşaqlar, hər vaxtınız xeyir. Disikloalkanlar bölməsinin izahına baxaq. Disikloalkanlar eynən aromatik karbohidrogenlər kimi qapalı quruluşlu disiklik birləşmələrdir. Bunlar da qapalı quruluşlu olmağına baxmayaraq, amma aromatikdən fərqli olaraq bunların ümumi formulu CH2-dir. Bunların və aromatikdən digər əsas fərqlərindən biri odur ki, məsələn, aromatikdə benzol həlqəsi olurdu mütləq, kənarda radikallar çıxırdı. Amma disikloalkanlarda hər karbonun nömrəsinə uyğun, yəni bucaq quruluşu formasında olur. Məsələn, 3 bucaqlı, 4 bucaqlı, 5 bucaqlı bu formada ona uyğun adlar olur. İndi ona gələcəm. Ümumi formulları CH2-nin ilk nümayəndələri 3-cü karbondan başlayır. Yəni ilk nümayəndələri disiklopropandır. Yəni 3 dənə karbon olan CH2, CH2, CH2. Aromatikdə belə idi da, ortada dairə olurdu. Ona görə qıraqdakılar CH-lar olurdu. Burada artıq ortada dairə olmur, ancaq bucaq quruluşlu formalarda olur. Yəni fiqurlar olur da, belə deyək. Kənarda ona görə hamısında CH2 olur. Təbii ki, kənara radikallar da çıxacaq, amma yəni bu disiklopropan deyirsə artıq 3 bucaq çəkirik, disiklobutan deyirsə 4 bucaq çəkirik. Bunların ümumi formuluna əsasən bunların ümumi formuluna əsasən CH2-nin. Bunlarda atom sayı olacaq 3N, yəni N sayda karbon, 2N sayda hidrogen. Sonra gəldik bunlarda ümumi formullarına əsasən kütləsi karbon kütləsi 12-dir, vururuq N-ə, üstə gəl. Hidrogen kütləsi 1-dir, 2N-ə vururuq 2N. Bunların ümumi ml olur 14N. Məsələn, tutaq ki, deyir ki, kütləsi 56 olan disikloalkandan formunu müəyyən edin. Kütləni 14 N-i bərabər eləyik 56-ya. Buradan N-i tapırıq 4. Deməli, bu C4H8-dir, yəni disiklobutan. Bunlarda bütün karbon atomları, görürsünüz, disikloalkan, axıranla bitir, yəni alkanlara oxşadığı üçün bunlarda bütün karbon atomları sp3 birləşmə olur. Yəni sp2, sp birləşməyə bunlarda rast gəlinmir. Bütün karbon atomları sp3 olduğu üçün bunlarda hibrid orbitalların sayı 4N olacaq. Çünki sp3-də 1s, 3 dənə p, 4 dənə hibrid orbital var. Ona görə ümumi hibrid orbitallarda 4N olacaq. Qeyri-hibrid orbitalları da bunlarda artıq pirabitə yoxdur. Biz qeyri-hibridi belə tapırdıq da. Pirabitəni vururduq 2-yə, üstünə hidrogenin sayını gəlirdi. Burada pirabit olmadığı üçün elə hidrogenlərin sayı qeyri-hibridin sayı olacaq bu formada. Sonra gəlirik, bunlarda karbon-karbon arası sigma rabitələrin sayı elə N-ə bərabər olacaq. Niyə? Eynən aromatiklərdəki kimi. Çünki bunlarda axı qapalı quruluşludur. Baxın, qapalı quruluşlu olanda karbon-karbon arası elə 3 dənə olanda 3 dənə də sigma rabit olur. Amma karbon-hidrogen arası yenə bütün siniflərdə olduğu kimi hidrogenlərin sayına bərabər. Məsələn, C3H6-da deyir, karbon-karbon arası nə qədər sigma var? Deyirik 3. Deyir, karbon-hidrogen arası deyirik 6. Ümumi sigmada deyində cəmliyi eləyir 9. Məsələn, açıq quruluşlu birləşmələrdə belə idi də, alkan, alkin, alkin, alkaden. Ümumi toplayırdı karbonla hidrogen 1 çıxırdıq. Çünki karbon-karbon arası bir vahid əksik idi. Amma bunlarda aromatiklə disikloalkanlarda birbaşa karbon-hidrogen cəmliyirik. Çünki qapalı quruluşludur. Sonra gəlirik bunlarda indi quruluşlarına. Dedik, bunlar eynən alkanlara bənzəyir. Sadəcə qapalı quruluşudur. Bir fərqi budur ki, qabağına disiklo sözü əlavə edilir. Çünki qapalı olduqlarına görə. İlk nümayəndələri bunlarda C3H6-dan başlayır. Çünki ən kiçik fiqur belə deyək də, bucaqlı 3 bucaq olduğu üçün ona görə ondan başlayır. Ona görə bu olacaq disiklopropan. Disiklopropan. Sonra ikinci nümayəndələri C4H8-də olacaq disiklobutan. 5-ci nümayəndələri 5 bucaqlı çəkirik, olur disiklopentan. 6-cı nümayəndələri 6 bucaqlı çəkirik, olur disikloheksan bu formada. Artıq 6-dan sonra olan nümayəndələrində artıq kənara radikallar çıxır bu formada, yəni davam edir. Yəni belə deyək də, digər quruluşluları biz testlərdə düşmür, narahat olmayın. Əsas disiklopropan, disiklobutan, disiklopentan və disikloheksan düşür ən çox testlərə. Sonra gəlirik bunların adlandırılmasına. Eynən aromatik adlandırmaya oxşuyur, aromatikdəki kimidir. Yəni burada da belə deyim də, bu disikl quruluşun içindəkini nömrələrlə adlandırırıq. Kənardan çıxan radikallardan uyğun oxuyuruq. Məsələn, tutaq ki, biz bunu yazırıq. Kənardan bir CH3 çıxardıram, buradan da bir CH3. Nə edirik? Radikal yaxın olan tərəfdə nömrə. Məsələn, radikal çıxan buradan başlayıram. Sola da gedə bilərik, sağa da. Çünki hər tərəfə də getsək, yenə bura 3 düşəcək, 4. Baxın, hansı rəqəmlərdən nömrədən budaq çıxıbdır? 1-dən, bir də 3-dən.
İkisi də metil olduğu üçün deyirik 1,3 dimetil. Sonu nə ilə bitirəcəyik? Biz aromatikdə necə bitirirdik? Hamısı benzoldan olduğu üçün axırda hamısını benzolla bitirirdik. Amma burada belədir. Axırı nə ilə bitirəcəyik? Hansı bucaq, hansı quruluş varsa onunla bitirəcəyik. 4 bucaqlı olduğu üçün deyəcəyik disiklobutan. Disiklobutan. Tutaq ki, biraz radikal çox olan böyük quruluşlu bir disikloalkan götürək. Tutaq ki, disikloheksanın radikallı versiyasını götürək. Buradan kənara CH3 çıxardaq. Buradan kənara C2H5 çıxardaq. Buradan kənara CH3 çıxardaq. Bəs bunu nömrələyəndə nə edəcəyik? Yenə radikal çıxan tərəfdən nömrələyirik, amma kiçik radikal çıxan tərəfdən. Yəni buradan da nömrələyə bilərik, buradan da nömrələyə bilərik. Amma nömrələyəndə ehtiyatlı oluruq. Elə eləməliyik ki, budaq çıxan rəqəmləri toplayanda ən kiçik rəqəm olsun. Məsələn, bax, mən bunu nömrələyirəm 1, 2, 3, 4, 5, 6. Baxın, indi hansı rəqəmlərdən budaq çıxıb? 1-dən, 4-dən, bir də 6-dan. Toplayıram, eləyir 11. İndi bir də bunu belə adlandırıram. CH3, C2H5, CH3. Bir də bu formada adlandırıram. 1, 2, 3, 4, 5, 6. Bu səfər 1-dən metil çıxıb, üstə gəl. 2-dən etil çıxıb, bir də 4-dən. Toplayıram, bu səfər görürsünüz 7 eləyir. Bizə lazımdır ki, kiçik olan rəqəmləri toplayanda kiçik olan rəqəm adlandıraq. Ona görə bunun adlandırmasını götürəcəyik. 1-dən 4-dən metil çıxdığı üçün deyirik 1, 4 dimetil. 3-dən etil çıxdığı üçün, üzr istəyirəm, 2-dən etil çıxdığı üçün deyirik 2 etil. Sonunda deyəcəyik disikloheksan. Çünki heksan 6 bucaqlı verir, bax ona görə. Yəni bu formada yəni adlandırması rahatdır. Rəqəmləri toplayırıq, ən kiçik olan rəqəmləri götürürük. Burada 11 elədiyi üçün bu adlandırmanı yox, bu adlandırmanı götürdük. Rəqəmlər çıxan budaqları oxuyub, sonda bucaq neçə ilə, hansı bucaqlıdırsa onun adını deyirik. 6 bucaqlıdırsa disikloheksan, 5 bucaqlıdırsa disiklopentan bu formada adlandırılır. Bunlarda da səmərəli adlandırma, tarixi adlandırma filan yoxdur. Birbaşa elə beynəlxalq adlandırmadır. Sonra gəldik bunlarda izomerlik. Bunlarda siniflər arası, yəni hansı siniflə qonşudurlar? Bunlar alkenlərlə qonşudurlar. Onlar da CNH2 idi axı. Sadəcə onların fərqi o idi ki, orada 2 qat rabitə var idi. Nümunədə yazın. Məsələn, propen. Amma bunlarda qapalı quruluşludur. Məsələn, bu C3H6-dır. Amma bunların olacaq belə. C3H6 bu formada olacaq. Yəni görürsünüz, ikisi də C3H6-dır. Sadəcə bu disiklopropandır, yəni disikloalkanlara aiddir. Bu da alkenlərə aiddir. Bunlara deyirlər siniflər arası izomer. Yəni belə normalda yeni izomeri belə tapırıq da həmişəki kimi. Bir maddənin içində karbon hidrogenin sayı eynidirsə, onda bu maddələr izomer maddələr adlandırılır. Sonra gəlib bunlarda var, bu siniflər arası idi. Bunlarda var quruluş izomeri, yəni maddənin quruluşu dəyişir. Məsələn, disiklobutan götürürük. Burada kənardakılar CH3-dür. Üzr istəyirəm, CH2-lərdir. Biz bunu dəyişib vidini belə edirik. Məsələn, 3 bucaq götürürük. 3 bucaqda neçə dənə karbon var? 3 dənə. Amma burada 4 dənə idi. Onda buradan bir metil çıxardıram ki, bu da 4 dənə karbon olsun. Baxın, bu iki maddə disiklobutanla metil disiklopropan bir-birindən quruluş izomeri əmələ gətirir. Niyə quruluş? Çünki ikisinin də tərkibi C4H8-dir. Sadəcə biri 4 bucaqlı oldu, biri 3 bucaqlı, qırağından metil çıxartdıq. Sonra biri var vəziyyət izomeri. Vəziyyət izomerliyi nədir? Məsələn, mən buradan CH2 çıxardıram. Bir də buradan karbonun hidrogenlərindən hərəsindən bir metil çıxardıram. Yəni, bir karbonu 2 metil birləşdirim. İndi mən bunun vəziyyətini dəyişəcəm. Buradan CH2 saxlayıram. İndi buradan bir metili saxlayıram. Gətirib bunu hidrogeni silib bir metili bura yazırım. Baxın, buna deyirlər vəziyyət izomeri. Burada metillər ikisi də eyni karbondan çıxdı. Amma burada hərəsi bir karbondan çıxdı. Amma belə götürəndə ikisi də eyni maddədir. Sadəcə vəziyyət izomeridir. Sonra bunlarda cis-trans izomerliyi var. Yəni fəza izomerliyi, alkenlər kimi. Fəza izomerliyi cis-trans necə olur? Məsələn, 3 bucaqlı çəkirəm. CH2, CH, CH3, CH, CH3. Əgər metillər ikisi də eyni tərəfə, baxın, yuxarı çıxıb ikisi də. Yəni, ya ikisi də yuxarı tərəfə keçir, ya ikisi də aşağı tərəfdən çıxırsa, buna deyirlər cis izomerlik. Yox, əgər metillərin hərəsi bir tərəfə baxırsa, baxın, biri aşağı, məsələn, biri yuxarı. Buna deyirlər trans izomeri. Fəzada quruluşu dəyişir, ona görə bu fəza izomerliyi əmələ gətirir.
Sonra gəldik disikloalkanların fiziki xassələrinə. Disikloalkanlar da digər 10-cu sinifdə keçdiyimiz bütün karbohidrogenlər kimi suda pis həll olurlar. Çünki CH karbon hidrogen yanı olan bütün birləşmələr biz demişdik suda pis həll olurlar. Hamısı eynən disikloalkanlarda belədir. Sonra digər siniflərdəki kimi bunlarda da bunların ilk nümayəndəsi C3-dən başlayır. Yenə C3, C4 olan nümayəndələri qazdır. C5, C10 olan nümayəndələri mayedir. C11-dən o tərəfə artıq bərk gedir. Sonra gəldik, bunların nisbi molekul kütləsi artdıqca karbon hidrogenin kütlə payı dəyişmir. Yadınızdaydı, biz alkenlərdə də belə deyirdik ki, CnH2-də karbonla hidrogenin kütlə payı zaman keçdikcə dəyişmir. Həm karbon belədir, həm hidrogen belədir. Ona görə disikloalkanlarda da belədir, ikisi də dəyişməyəcək. Amma nisbi molekul kütləsi artdıqca sıxlıqları artır, qaynama temperaturları artır. Digər siniflərdə olduğu kimi izomerlərin sayı da artır. Sonra gəldik bunların alınmasına. Alınmalar necə olur? Yadınızdaydı, biz alkenlərdə deyirdik ki, məsələn, qoyun onu da elə yadınıza salın. CH3, CH2 xlor, CH2 xlor. Biz deyirdik ki, xlorlar qonşu olanda, ona sink metalına təsir edəndə xlorlar çıxıb yerinə bir dənə pirabitə gəlirdi. Amma bunlarda belədir. Mütləq xlorlar, yəni dihalogenli törəmə, mütləq xlorlar aralı yerləşməlidir. Aralı yerləşməlidir ki, onlar qapanıb disiklik quruluş əmələ gətirsinlər. Bu səfər xlorları yan-yana yox, mütləq aralı vəziyyətdə götürmək lazımdır. Aralı vəziyyətdə götürəndə, sink metalına təsir edəndə xlorlar çıxan, baxın nömrələyirəm bunu. Xlordan çıxan rəqəmləri götürüb qulaqlarından tutub birləşdiririk. Görürsünüz, bir-birdən çıxıb, bir də 3-dən. Birdən 3-dən qulağından birləşdirəndə olur disiklopropan. Bir də təbii ki, ayrılır sink xlor 2. Məsələn, bunu indi biraz fərqli formada yazım. CH3, CH2 xlor, CH xlor üzr istəyirəm, valent düz gəlmir. CH2, CH2 xlor. İndi bunu yenə nömrəliyirik. Xlor yaxın olan tərəfdən nömrəliyirik. Çünki xlor çıxıb 1, 2, 3, 4. Baxın, 4-ə keçmirəm. Bir də ehtiyatlı olaq. Bir də təzdən yazım. Bir dəqiqə üzr istəyirəm. Çaşdım, səhv yazdım. CH xlor, CH2, CH2 xlor. Biz ancaq xlor olan rəqəmlərin nömrələrindən qulaqlarından tutub birləşdiririk. Baxın, 1, 2, 3. Baxın, indi burada 1-dən 3-dən çıxıb, görürsünüz? 1, 3-ü qulağından tutub birləşdirəm. Neçə dənə karbon olur? 3 dənə. Yəni disiklopropan olacaq. Sonra mən baxıram ki, 3 rəqəmindən bir dənə metil çıxıb. Yəni fərqi yoxdur. Onsuz da hardan istəsəz çıxarda bilərsiniz. Yəni bir tərəfdə metil çıxardırıq. Baxın, bu quruluş artıq belə olacaq. Xlorları qulağından tutub birləşdirəndən sonra hansı rəqəmdən əlavə radikal çıxıbsa, o rəqəmə mütləq radikalı yazmaq lazımdır. Bu formada qapadıb biz disikloalkan alırıq. Sonra gəldik. Biz elə yeni keçdiyimiz aromatik karbohidrogenlərdə demişdik ki, aromatik karbohidrogenlərin formulu CnH2-6 idi. Bunların üzərində dedik 3H2 gələndə bunlar çevrilir alkenlərə. Yəni orada olan reaksiya burada da var. Bu alkenlərin alınması. Sonra bir də neft fraksiyalarından ayrılırlar. Yəni bunun reaksiyalarına ehtiyac yoxdur. Sonra gəldik kimyəvi xassələrinə. Disikloalkanlar CnH2n formullarında olduğu üçün bunlar birləşmə reaksiyalarına daxil olurlar. Hidrogenlə birləşmə reaksiyasına daxil olub, təbii ki, CnH2n plus 2 alkan əmələ gətirirlər. Məsələn, C3H6-dır, hidrogenlə birləşib olur C3H8, disiklopropan idi, olur propan. Yəni, disiklik quruluşu dağılır da, belə deyək. Sonra bunlar bromla birləşmə reaksiyalarına daxil olur. Amma bunlarda necədir? İlk 2 nümayəndəsi, yəni kiçik nümayəndəsi disiklopropanla disiklobutan. Bunlar bromla reaksiya daxil olanda, xlorla reaksiya daxil olanda kiçik quruluşu nümayəndələri birləşməyə xarakterik olur. Birləşmə olanda nə baş verir? Əvvəl bunu yazırım. Birləşmə olanda bunu quruluşunu açıram. Baxın, 3 dənə karbon daxı. Bunu gətirib bromları hərəsini bir ucudan yazıram. Niyə bir ucudan yazıram? Çünki biz bayaq yadınızdaydı, sink təsir eləyəndə bromlar karbonları ucudan götürüb qulaqlarından birləşdirmişdik. Biz indi gərək bunu qulaqlarından birləşdirəndə disiklopropan olmaq üçün gərək bunları ayrı-ayrı kənarlardan yazaq ki, bunu yenə qayıdıb birləşdirəndə yenə disiklopropan olsun. İndi disiklobutandır. Görürsünüz, xlor 2 gəlirəm. Bu birləşmə daxil olanda, baxın, disiklobutandır. 4 dənə karbonu yan-yana yazıram. Sonra bu xlorları hara birləşdirirəm? Gətirib ən uclara birləşdirirəm.
Çünki mən bunları qulaqlarına tutub birləşdirəndə yenə siklobutan olsun. Amma bunların böyük nümayəndələri, yəni siklopentanla sikloheksan artıq xlor 2 ilə brom 2 ilə belə deyək, əvəz etməyə xarakterik olur. Yəni kiçik nümayəndələri birləşməyə, böyük nümayəndələri əvəz olunmağa xarakterikdir. Əvəz olunma reaksiyalarında nə baş verir? Yəni əvəz olunma reaksiyaları aromatik kimi çətin deyil. Sadəcə kənarda olan bir dənə hidrogen, bunlar CH2-lər idi axı. Bir dənə hidrogen gəlib xloru birləşdirir. Bunlar olduğu kimi qalır CH2-lər. Oradan çıxan bir hidrogen burada qalan bir xlorla əmələ gətirir H xlor. Yəni sadəcə birin birə reaksiya gedir. Xlorun biri gəlib benzol həlqəsinə birləşir. Burada da eyni qaydada kənardan bir hidrogenin yerinə gəlib brom daxil olur. Oradan çıxan hidrogen də buradakı qalan bir bromla əmələ gətirir H brom. Yəni yadda saxlayın ki, kiçik nümayəndələri, yəni 3, 4 olan siklopropanla siklobutan birləşməyə xarakterikdir. Böyük nümayəndələri, yəni 5, 6 olan nümayəndəsi isə əvəzə olunma reaksiyasına xarakterikdir. Sonra bunların yanma reaksiyası CnH2-nin digər karbohidrogenlər kimi oksigində yananda alınır karbon qazı su. Eynən alkenlərdəki kimi burada da karbon qazın qabağına N düşür. Suyun qabağına N düşür. Çünki 2N daxı. Bura gələ 2-yə vuranda 2N eləsin. Burada 2N sayda oksigen, burada N sayda oksigen toplayırıq. 3N böl 2 də bura yazırıq. Bu da olur yanma reaksiyası. Sonra gəlir dehidrogenləşmə reaksiyaları. Bu da asandır. Məsələn, C6H12-dir. Bunu biz benzola çevirmək üçün, yəni C6H6-ya 3 mol hidrogen çıxartmalıyıq. Bayaq yadınızdaydı, dedik ki, aromatikə 3 hidrogen birləşəndə disikul alınır. İndi disikul alkanlardan 3H2 çıxardanda aromatiklər alınacaq. Yəni həmən reaksiyada qayıdıb təkrar yazırıq. Sonra bunlarda izomerləşmə reaksiyası vardı. Necə alkanlarda yazıldığı yadınızdaydısa, deyirdik ki, butanı izomerləşdirəndə, izomerləşmə belə bir reaksiyadır ki, üstünə əlavə maddə gəlib əlavə məhsul çıxartmırıq. Sadəcə maddənin quruluşu dəyişir. Yəni öz daxilində quruluşu dəyişib çevrilir. Buna deyirlər izomerləşmə. Məsələn, burada da tutaq ki, yaza bilərik ki, siklobutandır, kənarda CH2-lər var. Bunun izomerləşməyə daxil olanda, məsələn, quruluşunu dəyişib belə yazırıq. Siklopropan eləyib qıraqdan bir metil çıxardırıq. Baxın, buna deyirlər izomerləşmə. Görürsünüz, burada da bu da C4H8-dir, bu da C4H8. Sadəcə quruluşları dəyişdi. Bir də bunlarda disikloalkanlar bromlu suyu və kalium permanganatı rəngsləşdirmir. Biz yadınızdaydı, deyirdik ki, axırı anla qutaran an şəkilçisindən bitənlər bromlu suyu və kalium permanganatı rəngsləşdirmir. Alkanlarda belə idi, bir də indi disikloalkanlarda belə olacaq. Bir də aromatiklərdən bir dənə benzol, kalium permanganat və bromlu suyu rəngsləşdirmir. Bunları yadda saxlayın, qalanları rəngsləşdirir. Bu formada uşaqlar disikloalkanlar, bir də dedim karbohidrogenlərin təbii mənbələrini də burada deyim. Karbohidrogenlərin təbii mənbələri nədir? Belə deyim, yanacaqlar. Yanacaqlar 3 yerə bölünür. Bərk, maye və qaz yanacaqlar. Bərk, gündəlik həyatda ilə istifadə elədiklərimizdir. Bərk, maye, bir də qaz yanacaqlar. Bərk yanacağa aid kömürü yaza bilərik. Ən çox istifadə olunan. Maye yanacağa, məsələn, maye yanacağa yaza bilərik. Heksan, benzin bu formada benzin yazaq da ən çox istifadə olunanlardan. Qaz yanacağa da qaz halında olan, məsələn, butan, metan bu formada. Butanı zajqal kan içində olur, metan da bu evdə işlətdiyimiz təbii qazdır. Bu yanacağın növləridir. Bir də burada əsas nədir? Neft. Neft qara rəngli, belə deyim də, tünd qəhvə idi, sadəcə qaraya çalır, biz onu qara görürük də, belə deyək. Suda həll olmayan yağlı təhər mayedir neft. Nefti distillə eləməklə tərkib hissələrini. Neft təkcə özü homogen qarışıqdır. Çünki içində benzin, liqroin, kerosin, biz bunları açıq görmürük. Gözümüzdən görmədiyi üçün bu homogen qarışıqdır. Amma nefti suda həll eləsək, o heterogen qarışıq olacaq. Nefti fraksiyalı distillə eləyərək onun tərkib hissələrinə ayrılırlar. Fraksiyalı distillə eləməyin əsas mahiyyəti odur ki, benzin çıxımı çox alaq da, belə deyək. Çox çıxımlı benzin alaq. Nefti distillə eləyəndə nə baş verir? Oradan ilk olaraq benzin, sonra liqroin, kerosin, qazoil. Bu formada bu sıralamanı mütləq öyrənin. Bəzən olur testlərdə salır. Benzin, liqroin, kerosin, qazoil. Sonra burada qalıq qalır mazut. Bunlar müxtəlif belə deyim də, nəqliyyat vasitələrində, traktorlarda, təyyarələrdə, maşınlarda istifadə olunan yanacaqlardır. Mazut isə buradan qalan qalıqdır. Belə bərk
çox da bərk olmayan, amma bu ayaqqabı mazlarının hazırlanmasında istifadə olunur bu mazutdan. Belə tünd, bərk bir maddədir. Sonra qayıdıb mazutu yenidən fraksiyalı distillə eləyirlər. Oradan yenidən benzinin çıxımını artıb yenidən benzin əldə edirlər. Təsəvvür edirsiniz, 90%-ə qədər, 90%-dən də çox benzin çıxımı artır. Yəni qayıdıb yenidən benzin alınır. Sonra mazutu yenidən fraksiyalı distillə eləyəndən sonra oradan yekunda qalan qudron qalığı alır. Qudron. Bundan da asfalt kimi yerə, yəni asfalt çəkilir də yerə, belə deyək.